Herkese salam dostlar, yepyeni Free Fire videomuza da hər biriniz xoş gəldiniz. Dostlarım, bu dəfəki videomuzda da yenə dünən kimi mənə atmış olduğunuz ID-lər vasitəsilə hesablarınızı puanlayacağıq. Video çox uzun getməsin deyə mən keçən dəfəki videoda atdığınız ID-lərin yalnız bir qismini göstərdim. Bu da bir çoxunuzun narazılığına səbəb oldu. Dostlar, nəzərinizə çatdırım ki, mən videoları bacardığım qədər qısa konkret edirəm ki, izləyici videodan bezməsin. Bununla bərabər, vaxtı olmayan və ya vaxtı az olan izləyicilərimiz də var. Ona görə də mən bunları nəzərə alaraq videoları qısa edirəm. Amma mən görürəm ki, sizə maraqlı gəlir. Ona görə də çalışacağam ki, videolar daha uzun və daha maraqlı olsun. Dünən atdığım videonun şərh qisminə yazdığınız bütün ID-ləri götürdüm və çalışacağam ki, bu dəfəki videomuza da hamısına baxım. Əgər hələ də kimin ki ID-sinə baxmamışam, bu videonun şərh qisminə öz ID-sini yaza bilər. Çox uzatmadan videoya keçək. Videoya başlamazdan öncə kanala abunə olmağı və videolara like atmağı unutmayın. Əgər bu videoya da ən az 300 like gəlsə, bu serinin davamını gətirəcəm. Hazırsınızsa, gəlin başlayaq. Dostlarım, ilk ID-mizi yapışdırırıq bura. Getdik. Bunu tanıyıram şimdi. Hesab çox möhtəşəmdir. Həqiqətən çox möhtəşəmdir. Gəlin baxaq, bütün mələk şalvarları var, qız, oğlan, hamısı. Yəni yoxdur bu hesabda. Çox böyük ehtimal qanunsuzlar da fulldur. Yəni boyapaslar hamısı açılıb dostlar. Çox möhtəşəm hesabdır. Bir dənə bunu açmayayım da hər halda oyuna yeni başlayıb deyə ola bilər açmayıb. Qalan hər şey fulldur. Halal olsun. 10 üzərindən 10. Qüsursuz. Keçək növbəti ID-imizə. End Maga. Bu arada oyunda dostunuz. Hər şeyə çarə var, bir dənə ölməyə çarə yoxdur. Qatılıram haydaqda. Əldə yığılma, qəşəng hesabdır, pis deyil. 59 səviyyə dostumuz bu arada, 60 səviyyə də az qalıb. İnşallah tezliklə 60 səviyyəyə çatarsan. Boyapaslara baxaq. Boyapaslardan heç bir açılmayıb, amma əməlli başlı oynayıb. Neçə verək? 10 üzərindən 5. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi dostlar kopyalayıb yapışdırırıq. Bu arada bu mənim dostumun ID-si. Bəli, bu giriş effekti çox möhtəşəmdir, həqiqətən çox bəyənirəm bu giriş effektini. Bunu inşallah gələn dəfəki videoda incələmə gələcək, incələmə videosu gələcək. Bu arada bu başqa hesab deyə, adı eynidir sadəcə. O əvvəlki video ilə səhv salmayın, bu tamamilə başqa hesabdır. Həqiqətən çox möhtəşəm hesabdır bu da. 10 üzərindən 10, qüsursuz. Göy ayaqqabısı da var, həqiqətən çox bəyəndim. Əla hesabım var dostum, inşallah gələcəkdə bundan da yaxşılarına nail olarsan. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırıq dostlar. Bu arada ID-lər həddən artıq çoxlu saymışam, 40 ədəd ID var. Bəli, dostumuzun 2 ədəd Evo'su var. Özü qəşəng Evo'lardır. M1014 və X28. İkisini də bəyənirəm. Heyf ki, M1014 mənim hesabımda yoxdur. Çalışacağım ki, çıxardım. Qəşəng hesabdır, kombinin də qəşəngdir, yəni normal əldə yığılma bir hesaba görə əladır. 10 üzərindən 6. Qəşəng hesabdır dostum. İnşallah daha yaxşılarda qismət olar. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırırıq dostlar. Vantex Az. Tanıyıram da bu şəxsi. Bir dənə məndən sənə like. Qəşəng hesabdır. Dostumuz bazarda qədər hesabı yığmağa çalışır. Və hal-hazırda yığmaqdadır. Pis deyil. 10 üzərindən 7. Bu arada Thompson Evos da var imiş ha. Bəyənirəm bu Evonu, qəşəngdir. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırıq dostlar. Ghost adında oyuncumuzdur, bu arada oyundadır. Xanım oyuncudur, burada qeyd eləyib. Bir ədəd skarı var, Evo. Bazarda qədər ifadələrini düzüb bura, pis deyil. Bu arada əməlli başlı kasır ha, pis deyil. 46-cı sezonda kürəsəldə olub bu şəxs. Əla. 10 üzərindən 6. Qəşəng hesabdır. Keçək növbəti ID-imizə dostlar. Növbəti ID-imiz budur dostlar. Apel nədir? Lider. Giriş effektini əla tutsun. Həqiqətən möhtəşəmdir. Bəyənirəm bu giriş effektini. Bir dənə məndən sənə like gəldi. 2020-ci ilin köhnə oyuncusuymuş dostumuz. Hardasa əgər hesabı 2020-dən qalmadısa, çox böyük ehtimal ki, rahat ən az 300 plus kasa olacaq. Pis deyil, futbolkaları falan var. 10 üzərindən neçə verək? Qərarsız qaldım. 63 səviyyədir dostumuz. 10 üzərindən 5 gələr. Məncə, bilmirəm. Əlavə, özünüz də öz fikrinizə görə puan vermək istəyirsinizsə, kommentə buyura bilərsiniz. Bu arada dostlar, gələcək videoda kim ki öz ID-sini puanlamamı istəyirsə,
Yəni ID-sini puanlamadığım şəxslərə aiddir bu. Şərh qisminə öz ID-sini yaza bilər. Məmnuniyyətlə gələn dəfəki videoda, yəni part 4-də o şəxslərin daha doğrusu ID-sini puanlayacağam. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar. Old Leader. Qanunsuz profili var, küçük, əla. M1014, özə qırmızı M1014 Evo'su var. Düşmə effektimiz var dostumuzun. Boyatlasın ifadəsini qoyub bura. Əla, pis deyil. Dostumuz bazarda qədər hesabı yığır. Əlasan. Prime 1-dir. Düzdür, eyb yox, amma hesab qəşəngdir. Bəyəndim. 10 üzərindən 6. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırırıq. Məsələn, qəşəng hesabı oxşuyub. Hoppa, bu başqa məsələ. Əla, deyil. Gəliş effekti təzədir, amma çox möhtəşəmdir həqiqətən. Bəyənirəm bunu. 2 ədəd qanunsuz var dostumuzun, 1 ədəd qrup ifadəsi var. Futbolkalarını düzüb buraya görmüş olduğunuz kimi. 6 ədəd qəhrəman amblemi burada var, 4 ədəd də burada. Prime 2-dir. Eyb yox, problemi yoxdur. Amma səviyyəni ən azından 60 plus edə dostum. Yəni 58 səviyyədə qalmaq sənə məsləhət. Hesab qəşəngdir. 10 üzərindən 7. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırırıq. ATZ şeytan adını bir 12-dur. Dinamiki olan istək atsın. Səndə də var. Tamam, problemi yoxdur. Bu arada dostlar, dinamiki olan bu şəxsə istək atsın. Çox da ehtimal vacibdir. Ayaqqabısı var dostumuzun. Bu MP5 deseni hələ də mənə çatmır. Bu MP5 deseni hardan alırsınız siz? Yəni deyin mənə, mən də alım da. Bunu hardan alırsınız? Yəni özü ilk dəfə görürəm. Yəni oyunda demək olar, nə bilmə, belə bir MP5 gəlməyib axı. Otomatda mən görməmişəm. Nəysə, qara gözü var dostumuzun. Əla, pis deyil, pis deyil. Neçə verək dostlar? 10 üzərindən 6. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar. Gəlin tez bir şəkildə kopyalayıb yapışdıraq, vaxt itirməyək. Bax, old hesab. Əla, pis deyil. Baxın, bu tip hesablarla gəlin. Əla. Əla, pis deyil, bəyəndim. Dostumuzun hesabı demək olar ki, full 2 ədəd qanunsuz var, 1 ədəd ağsaçı var. Gəlin boya paslara baxaq. Boya paslar bir sıra asılıb, amma ondan sonra dayandırılıb. Old elitlərdən də yarı və yarı, yəni yarısı asılır, yarısı asılmayıb. Pis deyil, əla adamı. Old ifadələr var. Maestro 75 səviyyədir, pis deyil, əla. Yəni normal hesab, baxın əsl normal hesab buna deyirlər. Özdə mavi ayaqqabısı var dostumuzun. 10 üzərindən 9. Bəyəndim həqiqətən də. Keçək növbəti ID-imizə. Gəldik növbəti ID-imizə dostlar. Bu arada oyunda da çevrim içidir. YouTube evdir. 360 ev. Deməli, nəyimiz var? Burada Nailgon var, düzdür. Bunu çox adam bəyənmədi deyə almadı, amma dostumuz alıb. Əla, pis deyil. Düşmə effekti var. Bu ifadə bilmirəm nə ifadədir, bilən varsa kommentə yaza bilər. Takt ifadəmiz var, artıq bunu bilməyən yoxdur. Bir ədəd 1, 2, 3, 4. 4 ədəd evimiz var. Əla, atölyedə var bu arada M1880. Bu yaşlı M1880 hər hesabda yoxdur. Nadirən hesablarda görünür. Qəşəngdir, pis deyil. Neçə verək dostlar? 10 üzərindən 8. Məncə 10 üzərindən 8 rahat gələr. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar. S9 anonim. Parafalı 6 leveldir. AK'si 5 səviyyədir. Yumruq deseni var. Bu arada dostlar, bu yumruq deseni otomata cəmi cümlətamız bir dəfə gəlir. Yəni kim aldı, aldı. Almadı, pis yox. Yəni gedir. Təkrara da inanmıram hələ ki gəlsin. Çünki keçən il yox, iniş il gəlib bu. 7-ci il dönümünə əvvəl. Yəni parafalı boxu gələndə eyni zamanda bu da gəlmişdi. 2 ədəd destansı ifadəmiz var. 3 ədəddir. 3 ədəd destansı ifadəmiz var. Biri qrup ifadəsidir. Neçə verək dostlar buna? 10 üzərindən 7. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyalayıb yapışdırırıq. S9 board. Vortex. Tam oxuya bilmədim. Baxın bu MP5, baxın uşaqlar, bu MP5-i deyirəm. Bunu siz hardan tapırsınız? Hamı da görürəm özdə. Məsələn, dəyərli bir şey deyil bəlkə də, ona görə hamı ala bilir. Yəni hamının əlində görsənir. Bəlkə də etkinlikdən gəlmədiyi şeydir. Mənim xəbərim yoxdur. Qəşəngdir, dostumuz hesabı pis yığmayıb. Sonuncu boya pasları açmağa çalışır. Düşmə effekti də var, pis deyil dostum. Əla hesabdır. 10 üzərindən 6. Keçək növbəti ID-imizə. Bu arada dostlar, əgər bura qədər gəlmişsinizsə və hələ də kanala abunə deyilsinizsə, abunə olub videolara like atmağı unutmayın. Baxın, mən əziyyət çəkirəm. Sən atdığım videoya 1400 izləmə gəl, amma cəmi cümlətanımız 230 like gəlib. Yəni bu bilsiz nə deməkdir? Bir dənə like-dır da nədir ki? Sizdən maddi bir şey tələb olunmur əzizlərim. Mən burada video çəkirəm. Təsəvvür edin, video çəkməyə maksimum yarım saat vaxt gedir.
Amma videonu editləməyə 3-4 saatdan çox vaxtım gedir. Ən azından dəstək olun ki, yəni məni bir motivə eləyin. Bu tip videoların davamını tez-tez gətirim. Hətta çalışacağam ki, artıq gündə 1 ədəd video yox, gündə heç olmasa 2 və ya 3 ədəd video gətirim. Nəysə, vaxt itirmədən keçək növbəti ID'mizə. Növbəti ID'miz budur dostlar. Ponyx Back. Qəşəng hesabdır ya. Boya paslar, sonuncu boya pasları dostumuz açıb. Oo, elit paslar fulldur. Pis deyil ha, qəşəng hesabdır. 3 ədəd kanonlusu var. 2 evosu maxdır, biri 6'dır. Bunun da hesabı mənim kimidir. 2 evo max, biri 6'dır. İnşallah hamısını maxlamaq sənə qismət olar dostum. Prime 6'dır. 77 səviyyədir. 3 ədəd mələk şalları var. Bu 58 səsinlikli görünüşünün olması çox əladır. Pis deyil. 10 üzərindən 10 gələr. Əla. Nəysə, keçək növbəti ID'mizə. Daxil oluruq profilinə. Azelot. Qəşəng hesabım var dostum. 2 ədəd yumruq deseni görürəm mən burada. 1 ədəd mələk şalları, özü oğlan üçündür. 2 ədəd düşmə effektimiz var. 2 ədəd evomuz var. Boya paslara baxaq, bəzilərini açmışam. Elit pas dövründə açılan hesab deyil bu. Boya pas dövründə açılan hesabdır. Ona görə də old sayılmır. Amma yenə də qəşəng əşyalar var hesabda. Pis deyil. 10 üzərindən 7. Keçək növbəti ID'mizə. Rəşad Əhmədov. Amma sənə like. Bu gəliş effekti qəşəng ya var da hər hesabda yoxdur bu. Pis deyil, əlasan. Dostumuz bazarda qədər ifadələrini bura düzməyə çalışıb. XM8 desenimiz var, 3 level. Gəlin boya paslara baxaq. Bəzilərini açıb, ürəyi istəyən açıb. Elit pas dövründən açılan hesabdır. 10 üzərindən 6. Qəşəng hesabım var dostum. İnşallah bundan da yaxşıları sənə qismət olar. Keçək növbəti ID'mizə. Mafya. Dostumuzun burada 4 ədəd divarı var, 1 ədəd MP5'i var. Pis deyil, yəni əldə yığılma, qəşəng hesabdır. Prime görsənmir, çox böyük ehtimal Prime asılmıyor çünki elmas vuran deyil. Yəni sadəcə əldə yığılma əşyalarla yığır. Ona görə də 10 üzərindən 5 verərəm. İnşallah bundan da yaxşıları qismət olar. Ən azından hesabının səviyyəsini kas. Yəni məndən sənə bir məsləhət. Heç olmasa 60 səviyyə elə. Heç olmasa 60 plus səviyyə elə. Ən azından gözə çarpsın. Keçək növbəti ID'mizə. CSA qatillər. İlk dəfədir belə bir klan eşidirəm. Bu gəliş effekti hər hesabda yoxdur ha. Pis deyil. Bu arada dostumuz yeni gələn VSS desenini alıb. Dostlar, bu arada nəzərinizə çatdırım ki, mənim o yeni gələcək etkinliklər serim var ha. Onlar 90% düzdür. Baxın, dediyim kimi futbol etkinliyi dedim mi? Bəli dedim. Gəldi mi? Gəldi. Sonra gül ifadəsi olan etkinlik dedim mi? Dedim. Gəldi mi? O da gəldi. Hələ baxın, bu VSS deseni AKM atölyesi olan etkinlik dedim mi? Dedim. O da gəldi mi? Bəli, gəldi. Ona görə də o videolara bacardığınız qədər dəstək olun, like atın ki, o serinin də davamını gətirim. Nəysə, gəlin hesabı incələyək. 2 ədəd evosu var, elə o da maxdır. 2 ədəd atölyesi var. Bu Groza, qəşəng Grozadır. Yox, pis deyil. Olddur. Prime 7'dir dostumuz. Boya paslar yarı və yarı açıqdır. Elit paslar da əminki qaydada. Pis deyil. Qəşəng hesabım var. Profilini də əladır, bəyəndim. Ağ saç var. Özləri dostumuz ancaq deyəsən mənim kombimini qurmağa çalışıb. Oxşadmısan amma. Oxşadmısan, bir dənə maska o deyil. Maska da ki, qara maskadır məndə. Ona görə. Neysə, gəlin buna puan verək. 10 üzərindən 8. Bəyəndim həqiqətən də. Keçək növbəti ID'mizə. White 440. Canavar yumruq deseni var. Pis deyil. Astro ayaqqabılar var. Rumevey var. Rumevey şalvarı. Dovşan setimiz var. Əla, pis deyil. Hesabda heç nə yoxdur. Amma kombində görə mən sənə puan verəcəm 10 üzərindən 7. Çalışın ki dostlar, baxın, hesab puanlama videoları üçün hesabınızda olan əşyaları bura yığın. Yəni yığmasınız, mən təəssüf ki ona əgər kombini görməsəm puan verə bilmirəm. Keçək növbəti ID'mizə. Win Sniper. Hesabda 2 nəfər var. Dostum, bu tip söyüşləri yazmıyor. Düzdür, söyüş yazmam sanırım, amma yenə də sizlərə demək istəyirəm ki, əgər hesabınızın videoya çəkilməsini istəyirsinizsə, ID'nizin puanlanmasını istəyirsinizsə,
profillərə bu tip şeylər yazmayın. Çox xahiş edirəm. Əks təqdirdə bu dəfəlik xəbərdarlıq edirəm. Artıq gələn dəfəki videoda kim ki söyüş yazıb, onun ID-sini mən puanlamayacağam. Hətta videoya belə almayacağam. Yəni xətrinizə dəyməsin. Çünki mən bu platformada bacardığım qədər, yəni etik normalara uyğun bir şəkildə danışmağa çalışıram. Özüm belə belə deyək də etikadan kənara çıxmamağa çalışıram. Nəysə, hesaba baxaq. Profilin əladır. Old profil var. Bunda da mavi ayaqqabı var və dovşan dəstiniz var. Futbolkalarını düzüb bura. Pis deyil. 10 üzərindən 6 gələr. Keçək növbəti ID-imizə. Hesabı təzə atıb 40 səviyyədir. Hesabı əldə yığılmaz, sadə hesabdır. Pis deyil. Ağ ayaqqabı var burada. Ağ ayaqqabının daha doğrusu bənzəridir. Əladır. Pis deyil dostum. İnşallah hesabın sürətli bir şəkildə güclənər. 10 üzərindən 5. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar. Abi nə? Qəribə bir adı var. Mihalcuk. Bir Evo Max'dır. Bayraq dikmə var. Taxt ifadəsi var. Qara göz var. Pis deyil. Əla hesabım var. 2 ədəd mələk şalvar var. 1 ədəd deməli mavi ayaqqabım var. Əla. 10 üzərindən 7 gəlir. Keçək növbəti ID-imizə. Azen Edik. Bir də məndən sənə like gəldi. Kombinin normal dostum, amma əlindəki silah çox möhtəşəmdir. Qəşəng görünümü var. Baxın, bura yenə heç nə qoymamısan. Mən burada nə bilim ki, sənin hesabında nə var. Boya paslara baxaq. Köhnə hesabdır bu arada. Düz elə də köhnə olmasa da ən azından boya pas dövründə başlayıb. 10 üzərindən 5. Keçək növbəti ID-imizə. Əgər dostlar, yenə dediyim kimi bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsinizsə, abunə olun və videolara like atın. Bu tip videoların davamına sürətli bir şəkildə gəlməsini istəyirsinizsə, çalışın ki, videolara dəstək olun, like atın, komment yazın ki, bu tip videoların davamı gəlsin. Sizə elə belə gəlir həqiqətən də, yəni like atmaq və ya abunə olmaq sizə elə belə gəlir, amma məni çox möhtəşəm bir şəkildə motivə eləmiş olursunuz. Sizdən yenə dediyim kimi maddi bir şey tələb olunmur. Sadəcə bir dənə like, bir dənə abunə də nədir ki? Yəni bunu hər biriniz eləyə bilərsiniz. Keçək növbəti ID-imizə. Gəldik bu ID-imizə. Ramil adında oyuncumuzdur. Bilinmir bu Rusdur yoxsa Azər. Hə, yox. Azəridir, sadəcə Rusca yazıb. Bu gəliş effekti qəşəngdir bu arada. Yenə gələcək, çalışın ki, bu gəliş effektini alın dostlar. Qəşəng gəliş effekti. Dostlarım, gəlin vaxt itirmədən buna da puan verək. Keçək növbəti ID-imizə. Çünki video çox uzun olacaq. 10 üzərindən 7. Qəşəngdir. Keçək növbəti ID-imizə. Növbəti ID-imiz budur dostlar. First əxir. Şöyle günlük seçimimiz var. Gəliş effekti möhtəşəmdir bu arada. Bu gəliş effektini verirəm. Əvvəl dediyim kimi. Dostumuzun hesabında yaşıl mələk şalvar var. Əla, pis deyil. Boya paslara baxaq. Hesab yeni açılıb. 12 aydır, yəni 1 il olar açılıb. Amma boya pasların demək olar ki, əksəriyyəti açıqdır. Hesabda çox şey yerləşdirməyib dostumuz. Amma pis deyil hesab. 10 üzərindən 6. Keçək növbəti ID-imizə. Qəşəng hesabdır ya bu arada. 3 ədəd kanunçusu var. Evolardan özə bunların deyəsən hamısı maxdır. 4 maxdır, çox böyük ehtimal. Atölyelərdən falan AVM atölyesi var. Cilet kostyumu var. Baxın, bu hər hesabda olmur. Qəşəng hesabdır, pesat hesabdır həqiqətən də. Bəyəndin? Pis deyil. 10 üzərindən 10. Yəni qüsur görməyən hesabda, full hesabdır. Keçək növbəti ID-imizə. Z Ayxan tanış şəhər oyunçusudur. Deyəsən nə vaxtsa oynamışıq. Pis hesab deyil, möhtəşəm hesabdır. Kürəsəldə olub dostumuz bu arada. Əla, hesabı əməlli başlı kasır. Düşmə effektimiz var, qrup ifadəmiz var. Gülmə ifadəsini qoyub profilinə. Thompson'un atölyesi var. M1014 Evo'su var. Əla, sonuncu boya pasları da açıb. Daha nə istəyirik? 10 üzərindən 7. Qəşəng hesabdır. Keçək növbəti ID-imizə. Növbəti ID-imizi kopyaladıq dostlar. Ares, Azlidir. Yenə bu giriş effekti ilə gəldi. Dostumuz deyəsən yaşıl rəngi çox sevir. Baxın tutarlar. Bütün yaşıl rəngdə nə silahı var, hamısını qoyub bura. İfadələrdən də bura qoyub. Dəyərləri var. Bir dənə bu klan bayrağı da dəyərli olmayan, o birisilər dəyərlidir. Deməli Poker MP40'ımız var. An94'ümüz var. Atölyedir. Bu arada olddur, köhnə atölyedir. M1887 desenimiz var. Ha, bu arada bunlar düzdür, indi populyar deyil, amma əvvəllər prime vaxtları idi. Əsasda baxın, bu göy mələk paltarı var ha. Bilmirəm adı nədir. O çox dəyərlidir. Amma vaxtı ikən modu var idi, indi isə modda deyil, kuşanan yoxdur. Dostumuzun kombini də qəşəngdir. 10 üzərindən 8. Keçək növbəti ID-imizə. Ən güclü arxa oyuncu. Pis deyirsən? Elə inki dövrdə arxa oyuncu problemdir ya bu arada.
Çünki biz sizlərə görə takıma daxil oluruq. Oyunçuların 90% yox, ha, 99% rush etməyə çalışır. Nə olub siz bu rushda nə görmüsünüz? Yəni xüsusən də takımla oynayırsınızsa dostlar, indi onun da videosunu çəkəcəm, rank kasma qaydalarını sizlərə öyrədəcəm. Yəni bir Free Fire oyunçusu olaraq, 8 ilin Free Fire oyunçusu olaraq qaydalarını sizə öyrədəcəm. Eyni zamanda həm rush oyunçusu olaraq, eyni zamanda da arxa oyunçusu olaraq sizlərə öyrədəcəm. Yəni heç olmasa takımınızla bölüşün. Məsələn, bu oyun mən rush gedim, siz arxa gedin və ya gələn oyun biz arxa gedək, siz rush edin. Baxın bu tərzdə. Nəysə davam edək. Hesabı dostumuz əldə yığıb, elmas vurmayıb, amma qəşəng hesabdır, pis deyil. Əldə yığılmaq üçün qəşəng hesabdır. 10 üzərindən 5 verərəm. Keçək növbəti aydımıza. Azərbaycan və Türkiyə. 2 ədəd evosu var dostumuzun. Boya paslardan da bəzilərini açıb, bəzilərini açmayıb. Baxın bu qəşəng ifadədir, mən bunu bəyənirəm. Düşmə effektimiz də var. Yumruq desenimiz də var. Bu divar da dəyərlidir. Pis deyil. Əlindəki silah əgər qalıcıdırsa, dəyərlidir. Əla. Hesabı da heç olmasa biraz kas, ən azından 80 nə idi? 60 səviyyə ilə olacaq lap əla. 10 üzərindən 6 verərəm. Keçək növbəti aydımıza. Dostumuz iPhone oyuncusudur. Afqanistan terrorçusu. Anlamadım. Dostumuzun deyəsən ürək ifadəsi var. Oo, hesab olddur ya uşaqlar. Buna baxın, hamısı açıqdır. Kafatası korsanı rozeti. Bilirəm bu nədir? Amma neçənci elit pas olduğunu bilmirəm. Bilən varsa kommentə buyura bilər. Qəşəng hesabdır. Elit pasların çoxusu açıq deyil. Pis deyil. Göy bədəni var, astro ayaqqabısı var. Əla. 10 üzərindən 7 gələr. Keçək növbəti aydımıza. Ayhan adında oyuncumuzdur. Ha, bu arada dostumuz bizim fanımızdır. Azəyev Astro yazıb. Günlük bəyəni limitinə çatmışıq. Təəssüflər olsun ki, artıq o qədər adama like atdım ki. Halal olsun. Yəni artıq oyunda da öz fanımı görmək məni biraz da həvəsləndirdi. Bu arada dostlar, inşallah 1K abunəçiyə çatandan sonra mən özüm kompüterdə videoları çəkməyə başlayacağam. Ona görə də yan hesabınız varsa və ya dostunuz, tanışınız varsa mənim kanalıma bacarınız qədər paylaşın, abunə olsunlar. Əlavə Gmailiniz varsa oradan da daxil olaraq mənim kanalıma abunə olub mənə dəstək eləyə bilərsiniz. Nəysə, gəlin buna puan verək. Yumruq deseni var, əla, pis deyil. Bu arada mənim fanım olduğuna görə də mən sənə əlavədən bir dənə də xal üstünə gələcəm. Deməli M4A1 desenimiz var, futbolkamız var. Neçə verək uşaqlar? Gəlin burada boya paslara baxaq. 2 ədəd elit pas oynayıb. Amma qalanları boya pasdır, pis deyil. Normalda 10 üzərindən 6 verə bilərdim. Amma sən mənim fanım olduğuna görə və profili və daha doğrusu mənim adımı yazdığına görə 10 üzərindən 7 verərəm. Təşəkkür edirəm həqiqətən də. Keçək növbəti aydımıza. Uşaqlar, növbəti aydımız budur. Görmüş olduğunuz kimi S9 Nihal, tanıyıram bu arada bu şəxsi. Paltarın boya pas paltardır, amma qəşəngdir, pis deyil. Dostumuz 3 ədəd ifadə qoyub bura. Sadə ifadələrdir. Yəni əla. Hesab 5 ayın hesabıdır bu arada. 5 ayın içərisində bu adam 42 səviyyə kasıb. Pis deyilsən. Yəni təsəvvür edin, bu 3-4 aya artıq 60 səviyyəni belə görə bilər. Halaldır. 10 üzərindən 5 verərəm. Keçək növbəti aydımıza. Deyəsən köhnə aydidir. Deyəsən yəni həqiqətən də köhnə aydidir. OVP Ümid. Gəliş effekti çox qəşəngdir. Qəşəng hesabım var dostum, bəyəndim. Məndən sənə like. Əlasan. Oo, bütün old ifadələr var. Hər halda 82 səviyyədir, yəni olacaq da. Görək burada nələr var. Boya paslar yox, elit paslar, amma demək o 95% aktivdir. Kraliyet rozeti. Neçənci elitdən aktivdir dostlar? Bilən varsa kommentə buyura bilər. Dostlarım, bu hesaba artıq nə qədər puan verəcəyimi siz yaxşı bilirsiniz. 10 üzərindən 10 hesab qüsursuzdur, əla hesabdır. Old nickdir. Keçək növbəti aydımıza. Pis deyil. Məndən sənə like, təəssüflər olsun ki, uşaqlar artıq like ata bilmirəm. O qədər adama like atdım ki. Makron deseni əladır. Hesabda heç nə yoxdur. Baxın, yenə heç nə qoymursunuz. Ona görə də mən buna bilmirəm neçə puan verim. 10 üzərindən 4. Çalışın ki, gələn dəfəki videoda uşaqlar hesablarınızı puanlamamı istəyirsinizsə, dəqiq bir şəkildə puanlamamı istəyirsinizsə, profil əşyalarınızı qoyun. Keçək növbəti aydımıza. Turan Azə adında oyuncumuzdur. Like atdım. Yenə dediyim kimi like ata bilmirəm. Sadəcə artıq əlim öyrəşib. Yenə bu MP5 deseni. Çox maraqlıdır, bu nə MP5 desenidir. AK deseni var dostumuzun.
Əla. 10 üzərindən 5 verərəm. Keçək növbəti ID-imizə. Neysə. 2 ədəd yumruq deseni var dostumuzun. 1 ədəd qırmızı M1014 Evo'su var. Əla, pis deyil. Pis deyil, möhtəşəmdir. 3 ədəd ifadəsini qoyub bura. 10 üzərindən neçə verək dostlar? 10 üzərindən 6 gəlir. Dostlarım, bu dəfəki videomuzda da bu qədər. Əgər videonu bəyəndinizsə, videonu like eləyib, kanala abunə olmağı unutmayın. Yenə dediyim kimi, bu videoya ən az 300 like gəlsə, bu serinin davamını gətirəcəm. Əgər kimin ki ID-sini puanlamadımsa və ya puanlamağı unutdumsa, problemi yoxdur. Bu videonun şərh qisminə həmin şəxslər öz ID-sini qeyd edə bilər. Mütləq və mütləq gələn dəfəki videoda onlarınkini da puanlayacağam. Sağ olun, salamat qalın.